Təqsirləndirilən şəxs görmüşəm ki, yalan danışır. Şahid görmüşəm, yalan danışır. Bəzən görmüşsən ki, zərər çəkən özü yalan danışır. Məsəl üçün, təqsirləndirilən şəxs buna 3 yumruq vurub, deyir, məsəl üçün 5 yumruq vurub, 3 təpik vurub. Və yaxud da bəzən görürsən ki, oğurluq olur, zərər çəkmiş şəxs oğurlanan pulun məbləğini düzgün demir. 1000 manatını götürüblər, deyir, mən məsəl üçün 5000 manat pulum götürülüb. Yəni, müstəntiq hər bir halda qarşısındakı insanın yalan danışmaq ehtimalını unutmamalıdır. Amma yenə deyirəm ki, yalan danışan şəxsə qarşı da mövqeyində qərəz olmalı deyil. Zərər çəkən, şahid, bunların yalan danışmaq hüququ yoxdur. Ona görə də müstəntiq onları dindirməmişdən qabaq yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edir və onlara qol çəkdirir. Və həmin imzadan sonra həmin şəxslərin yalan ifadə verməsi cinayət məsuliyyətinə səbəb olur. Amma təqsirləndirilən şəxsə bu barədə heç bir xəbərdarlıq edilmir. Ümumiyyətlə, yəni yalan danışmaq onun hüququdur. Amma müstəntiqi aldatmaq istəyənlər çoxdur.